Dedim ki bu Dışişleri Bakanları, Türkiye'nin Dış Bakanları burada deyib, biz eğer İran'da bu savaş yaransa, hala biz məntəqəyə hail deyirik İran'da, bunu Güney Azərbaycanda. Azərbaycan dilində bufer zona olur fikrim, siz təsdiqləsəz bunu. Bufer zona olur ya neytral zona. Sizdən də mən bəhs olur. Bəli, bu məntəqəyə deyib, mən İranda o göçmənlərin qabağını almaq üçün deyib, Türkiyəyə keçərlər. Böyük bir coğrafyadır da, əgər bunu yaratmasa çox bir göçmən bəlkə oldu İran tərəfindən Türkiyəyə. Amma burada başqa düşünəndə İranda terörist qruplar, kütlərin milləti ilə hər zaman mən mediada demişəm, millət olaraq heç kəsimizin problemimiz yoxdur. Millətdir, insandır, yaşayırlar aramız coğrafiyada. Amma bunların bəzən terörist qruplar var, PJAK var, nə bilim, Demokrat var. Bu Türkiye'nin sanki bunların burada yeni bir bu boşluq mərkəzi hökumətdən yaranmağından bir qorxusu var. Ancaq haqqı da var. Bunu biz Suriye'de gördük, bunu biz İraqda gördük. Kütlər orada yenidən bir muxtarlıq məntəqəsi elan eləməyin qabağını almaq üçün. Bir də özəlliklə orada Şimal-Qərbdə ya İranın quzeyində çox türklər yaşayır. Türklər hər yerdə yaşayır, amma bu coğrafiyada çox türk var. Və onlara bir dəstək olaraq analizə bunu göstərdi. Türkiyə ona görə bu ferzonanı elan eləyəcək. Bunu siz necə dəyərləndirirsiniz? Baxın, deməli, Türkiyə Amerikadan hansısa formada bir informasiya alıb və yaxud bir belə deyək də, bir müzakirələrdə bir işarə alıb ki, bu zonadan, neytral zonadan, tərəfsiz zonadan danışır. Türkiyə tərəfsiz zonaya hazırlaşırsa, deməli, Amerikanın niyyəti qətidir. Yəni, bir məntiq var. O tərəfsiz zona böyük ölçüdə pul, insan potensialı, hərbi güc deməkdir. Bunların hamısını xərcləməlidir Türkiyə. Xatırınızdadır, Suriyanın şimalında, Türkiyənin cənubunda bir 30 kilometrlik həmin zonanı yarattı. 3 dəfə əməliyyat keçirtdi. Deməli, Zeytun budağı əməliyyatı, Fırat qalxanı əməliyyatı, biri də nə idi, yadımdan çıxdı. 3 dəfə əməliyyat keçirtdi, o zonaları Kürd separatçılarından təmizlədi. Deməli, Türkiyə Amerikanın niyyətini yaxşı bilir, dəqiq bilir. Amerikanın niyyəti qətidir ki, Türkiyə o neytral zonalardan, tərəfsiz zonalardan danışır və yaxud ona hazırlaşır. Bu birincisi. İkincisi, Türkiyə o tərəfsiz zonalarla nəyi hədəfləyir? Xatırınızdadırsa, Türkiyə Suriyada o Fırat qalxanı, Zeytun budağı biri də var idi. Üçüncü yadından çıxıb, bunları keçirtməkdə əsas məqsədi nə idi? O Kürd separatçılarını Türkiyədən uzaqlaşdırmaq. Çünki o separatçılar, o terrorçular o ərazidən Türkiyənin sərlərinə tez-tez top ateşi ilə, raketlərlə ateş açırdılar. Dəfələrlə şəhərlərə düşdü, əhali öldü. Türkiyə o zonanı təmizləməklə öz təhlükəsizliyini təmin elədi. Burada da təbii Türkiyə kəşfiyyatının yetərincə bilgisi var ki, Kürd separatçıları PJAK, deyək ki, Urmiya tərəfdən hansı hadisələri törədə bilər Urmiyada və yaxud Urmiya tərəfdən deyək ki, qaçaq yolundan müxtəlif formalarda Türkiyə ərazisinə daxil olub hansı terror hərəkətlərini törədə bilər və yaxud indi Suriyanın... Dırnaq arası gələm, Urmiya deyəndə biz Batı Azərbaycan deyirik, o Batı Azərbaycan, Qərbi Azərbaycanın baş zadı olur Urmiya, bəli. Bəli, Qərbi Azərbaycanı deyirik. Bilirsiniz, o söz oyunundan bilirsiniz, bu mənə gülməli gəlir. Ermənilər artsaq deyəndə bizimkilər dəli olurdu ki, bizimkilərdən kimsə artsaq deməyə qorxurdu. Artsaq türk sözüdür. Urmiya bizim şəhərimizdir. İndi bir axmağın biri
Bəli. Necə? Urmiya da elə türk sözüdür. Həm türk sözüdür, həm də bizim vətənimizdir. Mən bir axmağın biri desə ki, Bakı misal üçün ermənilərindir, Bakı kürdlərindir, Bakı yəhudilərindir, Bakı dönüb yəhudilərin olacaq. Maalesef Axmağın biri desə ki, Təbriz bizimdir, Təbriz dönüb onların olacaq. Biri axmaq deyir ki, Urmiya bizimdir, desin. Urmiya bizim şah damarımızdır. Bizim şah damarımızı kəssələr biz yaşayamayacağıq. Belədir, bəli. Doğrudandır. Ona görə də Urmiya deyilməsi, Təbriz deyilməsi, Ərdəbil deyilməsi, Şərqi Azərbaycan, Qərbi Azərbaycan deyilməməsi bizi qorxutmasın. Qorxutmasın, bəli, doğru. O söz oyunu ilə bizi hədəfimizdən yayındırırlar. Bəzən benim müəllim çox gözəl nöqtəyə şeylərdir. Bir də məsələn qonaqdır, gəlir bir kələməni məsələn Azərbaycan, Qərbi Azərbaycan demir, deyir Urmiya. Ağa tökülürlər bizim başımıza. Siz niyə orada Urmiya işlətdiniz? Niyə? Baba, mən əgər Urmiyədə işlətməyəm bugün, oranın mərkəzi Urmiyadır. İndi biz Güney Azərbaycan, baxın, Quzey Azərbaycanda, Azərbaycanın quzeyində, Güney sözünü çox işlətmirlər, Təbriz deyirlər. Təbriz Azərbaycanı təmsil eləyir. Vəssalam, bitdi, getdi. Təbriz deyəndə biz Ərdəbili qıraqda qoymuruq, Zəncanı qıraqda qoyub, Həmədanı qıraqda qoyub, yalnız Təbrizi demirik ki. Təbriz deyəndə, mən şəxsən Təbriz deyəndə Kəncər körfəzinə qədər hamısını hesablayıram. Doğru benim. Buyurun, konumuzun devamı. O Mahabadın adı Soyuq Bulağıdır da. İndi Soyuq Bulağı Mahabad eləyiblər. Bu dönüb Kürd olmadı ki. Haqlısınız. İrəvanı Erəvan elədilər. Bunu mənim qəlbimdən çıxarda bilərlər, çıxardanmazlar. Göysəni Sevan elədilər. Mənim qəlbimdən çıxarda bilərlər, çıxardanmazlar. İndi Ərbildə Kürd separatçıları oturub. Ərbil mənim göz bəbəyimdir. 3 gün tez, 3 gün gez. Ərbilə mən sahib olacağım. Nəsə, deməyim odur ki, o Qərbi Azərbaycanda, Urmiyada gedən prosesləri separatçıların, PJAK-ın deyək ki, həm Qərbi Azərbaycanda törədə biləcəklərini, həm Qərbi Azərbaycanla Urmiyadan keçib Türkiyənin daxilində törədə biləcəklərini, həm PJAK-ın Suriyadakı YPG ilə, PYD ilə birləşib yaradacağı narahatlıqların qarşısını almaq məqsədi ilə Türkiyə o neytral zonanı düşünür. Və o müəyyən qədər bizim işimizə uyğundur. Müəyyən qədər bizim deyək ki, marağımıza 100% olmasa da bir 50%, 40% marağımıza uyğundur.